Goranboy istiqamətində də atəşkəsi pozub, Tapqaraqoyunluğa qarşı tərəfin bütün mövqelərindən atəşə tutulub, düşmən yandırıcı güllələrdən istifadə etməklə əsasən yaşayış evlərini hədəf alıb. Açılan güllələr mənzillərin dam örtüklərinə, su kənlərinə, evlərin divarlarının, həmçinin hasarlarına dəyib, gecə saatları olduğundan kəndə dəyən ziyanı müəyyənləşdirmək mümkün olmayıb. Qarşı tərəf cavab atəşi ilə susturulub. Demək, 6-7 saat, 6-7 araları radələrində qəfildən ermənilər möhkəm atmağa başladılar. Burada 3 silahdan istifadə edilər. TŞK-dan, pulemyotdan, avtomat silahlarından dayanmadan 1 saat ərzində bunlar atdılar. 3-4 postdan atıldı, 1000-dən artıq güllə atıldı. O atılan güllələr indi bizim öz məhəlləmizə, yəni harca 10-15 güllə bizim elə evlərə dəydilən, dam örtüyünə, evə, barıya, qapımıza töküldü. Yəni, bu vəziyyətdə oldu. Yəni, heyvanımıza, özümüzə ziyanlıq dəymədi, amma evin belinə, yəni barıya, belə qapıya töküldü. Çox sağ olun.